Vaxtınız xeyir əziz dostlar. Bura vaxt kanalın izləyiciləri və abunəçiləri. Dostlar, əgər kanalıma abunə olmamışsınızsa, aşağıdakı abunə düyməsini basıb kanalıma abunə olun və mütləq like atın ki, videolarım irəli getsin və sizin dəstəyinizə görə sizə təşəkkür edirəm. Deməli dostlar, burada hal-hazırda mən indi soğuq əllər və isti ürək yeni il yarmarkası təşkil olunub. Bir də Dünya Azərbaycanlılar Həmrəylik gününə həsr olunmuş bir yarmarkadır burada. İki dəyən yerdə təşkil olunub. Bir dənə şəhərin mərkəzində Süvəralar meydanı var burada. Bir də Nizami küçəsi o bir tərəfdə. Bir də ki, təşkil olunub bulvarda, Kukla teatrının yanında mən biləm. Deməli dostlar, gələndə həm bura gəlin. Əgər xaricdən baxan Azərbaycanlılar, soydaşlarımız, Türkiyə türkləri və digər vətəndaşlar, kim ki xaricdən baxır. Buradan buranın vətəndaşları yəqin xəbəri var buradan. Rayondan baxanlar varsa. Bax, belə bir yarmarka təşkil edirlər. Gəlin mütləq baxın. Gözəldir. İçəridə mağazalar, restoranlar, kiçik butqalar da quraşdırıblar burada. Ola bilər dostlar, səsim yaxşı çıxmasın. Çünki mikrofon taxmamışam. Çalışdığım qədərilə yəqin ki, səsimi eşidirsiniz. Çox yerlərdə, indi əsas yerlərdə danışacağım. Bax, burada böyük bir şam ağacı quraşdırıblar. Baxın. Böyük bir Coca-Cola'nın da belə reklamı gedir. Bu səfər daha gözəl edirlər. Çox böyük bir gözəl edirlər buranı. Əvvəlki yarmarkalardan da dəyişiklik var. Labirint var burada. Adam bugün çoxdur. Çünki artıq yeni il az qaldı. Yəni 31-dən nə qalır. Bugün ayın 27-sidir mən biləm. Sonra 28-i, 29-u, 30-31-i. Volkan var burada. Azərbaycan mahnıları qoysaydılar, milli mahnılar daha gözəl olardı. Bu onsuz da Amerikan mahnıları, İngiliz mahnıları başa düşən yoxdur. Milad bayramı mahnılarıdır. Burada şabalıd satırlar. Südlü misir. Közdə şabalıd satırlar. Hazır pişirib burada satırlar. Ekstra xırt. Burada da kartof da, kızartma kartoflar satırlar. Hər yerdə bir şey satırlar. Bax, burada əcdaha kafesi var. Burada baxın. Baxıb görün nə var burada. Burada suvenirlər satırlar. Stəkandır. Sırda var da belə. Eşit yani çıxış.